Bəzi insanlar iki dəfə doğulur. Biri dünyaya gələndə, digəri isə həyat onları sındıranda. Frida Kahlo ikinci dəfə doğulanlardan idi. 18 yaşında keçirdiyi qəza onun bədənini paramparça etdi. Amma ruhunu yox. O güzgüyə baxaraq özünü çəkməyə başladı. Çünki heç kim onun nə hiss etdiyini bu qədər dəqiq anlaya bilməzdi. Həyatında iki böyük qəza olduğunu deyirdi. Biri onu şikəst edən avtobus qəzası, digəri isə sevdiyi adam Diego Rivera. Sevdi, dağıldı, yenidən quruldu və bir gün dünyaca məşhur inqilabçı Leon Trotsky onun həyatına daxil oldu. Bu sadəcə bir sevgi hekayəsi deyil. Bu ağrını sənətə çevirən bir qadının hekayəsidir. Əsl adı Magdalena Carmen Frida Kahlo Calderón olan Meksikalı rəssam 1907-ci il 6 iyul tarixində anadan olub. Lakin sonrakı illərdə doğum gününü Meksikanın inqilabı olan 7 iyul 1910-cu il tarixinə dəyişdi. Çünki Kahloya görə həyat müasir Meksikanın doğuşundan başlamalı idi. Frida Kahlonun ilk diqqət çəkən sağlamlıq problemi 6 yaşında uşaq iflici keçirməsi nəticəsində bir ayağının daha qısa və zəif qalması ilə başladı. Məktəb həyatı boyunca bu vəziyyət onu lağ obyektinə çevirdi və mübarizəsi elə o vaxtlardan başladı. Dostları ona taxta ayaq Frida deməyə başladılar. Frida o günlər haqqında belə demişdi: "Ayaqlar mənə niyə lazımdır ki, əgər uçmaq üçün qanadlarım varsa?" 18 yaşına çatanda isə Frida Kahlo bütün həyatını dəyişəcək qəzanı yaşadı. 17 sentyabr 1925-ci ildə məktəbdən evə qayıdarkən mindiyi avtobusun tramvayla toqquşması nəticəsində ağır qəza keçirdi. Bu avtobus qəzasında sərnişinlərin çoxu həyatını itirdi. Frida isə ölümdən döndü. Möhkəm dəmir çubuq sol bud nahiyəsinə girərək çanaq sümüyündən çıxdı və onun bədəninin bir çox yerində ağır sınıqlar yaranmışdı. Bu sınıqlar səbəbilə bədəninin böyük bir hissəsi gipsdə qaldı və aylarla hərəkətsiz şəkildə yataqda uzanmalı oldu. Bir müddət sonra bu gipslər dəmir korsetlə əvəz olundu. Frida'nın ailəsi yatağa bağlı qaldığı bu dövrdə vaxtını keçirsin deyə ona kətan və boyalar hədiyyə etdi. Qızının müalicə xərclərini ödəməyə çalışan ata qiymətli əşyalarını satışa çıxardı. Hər şeyə baxmayaraq qızı ilə birlikdə olan Wilhelm Kahlo üzünü güldürmək üçün onun üçün bir yataq otağı düzəltmişdi. O rəsmi əvvəlcə ağrılarını yüngülləşdirmək üçün başladı. Özünü görə bilmək üçün isə valideynləri yatağının üst hissəsinə tavana güzgü quraşdırdı. İlk işi məxmər paltarlı qadın avtoportreti oldu. Frida özünü dəmir korsetlə dəfələrlə təsvir etdi. Frida burada qaranlıq fonun içində yavaş-yavaş ortaya çıxır. Üzündə sakitlik var, amma bu sakitlik rahatlıq deyil. İçində gizlənən bir ağırlığın örtüyüdür. Boynunu uzadaraq özünü olduğundan daha güclü göstərməyə çalışır. Sanki qırılmadığını sübut etmək istəyirdi. Bu qəzadan sonra Frida Kahlo ümumilikdə 32 əməliyyat keçirdi. 2 ilin yekununda isə Frida yenidən ayağa qalxmağı bacardı. Qəzadan sonra Frida üçün geyim sadəcə örtünmək deyildi. Bu həm ağrılarını gizlətmək, həm də özünü yenidən yaratmaq idi. Ağır qəzadan sonra onun bədəni dəyişdi. Korsetlər, sarğılar, izlər və heç vaxt tam sağalmayan bir ağrı. Amma Frida bu vəziyyəti gizlətmək üçün yox, onu öz üslubuna çevirmək üçün yenidən geyinməyə başladı. O Meksikanın ənənəvi stilini seçdi. Uzun, geniş ətəklər ayağındakı fərqi gizlədirdi. Rəngli, naxışlı bluzlar isə diqqəti bədənindən alıb kimliyinə yönəldirdi. Amma bu sadəcə estetik seçim deyildi. Bu geyimlər onun üçün bir kimlik idi, bir dirəniş idi, bir mən buradayım demək forması idi. Frida'nın həyatındakı ən önəmli hissə məşhur rəssam Diego Rivera ilə olan evliliyidir. Frida və Diego ilk dəfə 1922-ci ildə Diego Meksika Milli Hazırlıq Məktəbində divar rəsmi çəkərkən qarşılaşıblar. Lakin onların əsas yaxınlığı 1928-ci ildə Frida'nın Diego ilə tanış olub rəsmlərini göstərməsi ilə baş tutub. Frida ondan rəsmlərini qiymətləndirməsini istəyib və bu onların uzunmüddətli əlaqəsinin başlanğıcı olub. Frida və Diego arasındakı sevgi sadəcə bir evlilik deyil. İki nəhəng ruhun toqquşması, parçalanması və yenidən birləşməsidir. Bu onların mürəkkəb bağını, xəyanətlərin kölgəsində qalan siyasi intriqaları və Frida'nın intiqam dolu eşq macəralarını daha dərindən əks etdirir. Frida Kahlo həmişə deyirdi: "Mənim həyatımda iki ən böyük qəza olub. Bunlardan biri məni şikəst edən tramvay qəzası, digəri isə Diego. Diego bunlardan daha betəri idi." 1929-cu ildə evlənəndə ətrafdakılar onları fil və göyərçin adlandırırdılar.
Diego nəhəng, xarizmatik və Meksika divarlarını siyasi manifestlərlə bəzəyən bir rəssam. Frida isə incə, ağrılar içində qıvranan, lakin ruhu vulkan kimi qaynayan bir gənc qadın idi. Onların bir-birinə olan ehtirası sənət dünyasının ən böyük yanğınlarından birini başlatdı. Onların eşqi heç vaxt sakit keçmədi. Diego xroniki bir xəyanətkar idi. Lakin Fridanı ən çox yaralayan Diego'nun yad qadınlarla olması deyil, öz doğma bacısı Cristina ilə yaşadığı gizli münasibəti oldu. Bu Fridanın ruhunda elə bir yara açdı ki, o uzun saçlarını kəsdi. Ənənəvi Meksika geyimlərindən imtina etdi və Diego'dan uzaqlaşmağa başladı. Məhz bu periodda 1930-cu illərin sonunda onların münasibəti rəsmi boşanma ərəfəsinə gəldi. Frida artıq yalnız qurban olmaq istəmirdi. O həm qadın, həm də sənətkar kimi öz azadlığını elan etməli idi. Frida'nın həyatında ən çox arzuladığı şeylərdən biri uşaq sahibi olmaq idi. Lakin sağlamlıq problemləri səbəbindən bir dəfə hamiləliyini sonlandırmaq məcburiyyətində qaldı. Bunun ardınca isə 2 dəfə ard-arda bətnindəki körpəni itirdi. Frida Kahlo 1932-ci ildə çəkdiyi Henry Ford Hospital əsəri Frida Kahlo'nun kətan üzərində çəkdiyi ən ağır, ən dumanlı və ən səmimi fəryadıdır. Tablonun mərkəzində Fridanı görürük. Nəhəng, boş bir çölün ortasında, xəstəxana çarpayısında tənha və çılpaq. Onun bədəni kiçik, çəkdiyi acı isə sonsuzdur. Sol gözündən süzülən bir damla yaş bütün o sükutu parçalayır. İtirilmiş körpə. Mərkəzdə Diego ilə xəyalını qurduqları kiçik Diego var. Amma o cansızdır, uzaqdadır. İlbiz, zamanın nə qədər yavaş və əzab verici keçdiyini göstərən bir simvol. O xəstəxana otağında saniyələr bir ilə bərabər idi. Çanaq sümüyü, Frida'nın şikəst bədəni. O bədən ki, bir həyatı içində saxlaya bilməyəcək qədər qırıq idi. Maşın parçası, Detroitin sənaye soyuqluğunu və xəstəxanadakı tibbi prosedurların mexaniki, ruhsuz tərəfini əks etdirir. Bənövşəyi gül, Diego'nun ona gətirdiyi, lakin heç bir təsəllisi olmayan solğun bir ümid. 1937-ci ildə Diego'nun dəvəti ilə Rus inqilabçısı Lev Trotski Meksikaya sığınır. Frida və Diego onu öz evlərində mavi evdə qonaq edirlər. Boşanma ərəfəsində olan, qəlbi qırıq və Diego'ya olan qəzəbi soyunmamış Frida üçün Trotski maraqlı bir hədəfə çevrilir. Bu münasibət həm siyasi, həm də emosional bir üsyan idi. Trotski Frida'nın zəkasına və cəsarətinə heyran qalmışdı. Frida yaxşı bilirdi ki, Diego Trotskiyə bir ideoloji büt kimi baxır. Frida Trotskiyə kitabların arasında gizli eşq məktubları göndərir. Ona özünün ən gözəl avtoportretlərindən birini həsr edirdi. Lakin bu münasibət uzun sürmədi. Frida Trotskidən tez bezdi və bu macəranı Diego'ya qarşı bir zəfər kimi tarixin tozlu rəflərinə yerləşdirdi. Frida 2 Frida adlı tablosunda həmin dövrdə yaşadığı daxili parçalanmanı və qəzəbi ifadə etmişdi. Tabloda yer alan 2 qadın Frida'nın 2 fərqli halını simvolizə edirdi. Sağdakı qadın ənənəvi geyimdə təsvir olunmuşdu və əlində Diego'nun uşaqlıq fotosunu tuturdu. Soldakı qadın isə daha Avropa sayağı bir geyimdə idi. Bu 2 qadın ürəklərindən bir-birinə bağlanmışdılar. Soldakı qadın əlindəki qayçı ilə ürəyindən axan qanı dayandırmağa çalışsa da, paltarı artıq qan içində idi. Bir-birinin əlindən tutaraq oturmuş bu 2 qadının yeganə dayağı və sanki yeganə dostu özləri idi. Solda bu sevgidən dəfələrlə yaralanan Frida, sağda isə Diego'nu sevməyin ən güclü halı. Hətta Frida ona yazdığı bir məktubda hisslərini belə ifadə etmişdi. Səni sevməyə başladığım gündən bəri acı çəkən bir ürəyim var. O Diego'nu həyatından silməyə çalışsa da, fırçası hər zaman onu çəkirdi. Alın yazısı kimi Diego'nun həm cəlladı, həm də yeganə sığınacağı idi. Onların ayrılıqları cəmi 1 il çəkdi. 1940-cı ildə onlar yenidən evləndilər, lakin bu dəfə fərqli şərtlərlə. Frida artıq heç bir cinsi yaxınlıq və maddi asıllıq olmayacağını şərt qoydu. Onlar artıq 2 aşiqdən çox bir-birinə möhtac olan 2 müharibə veteranı kimi idilər. Həm fiziki, həm də ruhi cəhətdən ciddi ağrılarla mübarizə aparan Frida ağır depressiyaya düşdü və o dövrdə özünü maral bədənində təsvir etdi. Frida yaşadığı ruh halını bədəninə oxlar saplanmış halda meşədə gəzən bu maralla ifadə etmişdi. Bu tabloda çarəsizlik və ümid bir aradadır. Onun acısı heç vaxt dinməyən yaralı bir maral kimi idi. Frida tənha idi
və böyük bir ağrı içində yaşayırdı. Frida Kahlo ömrünün son illərinin güclənən ağrılar, zəifləyən bədən və bitməyən əməliyyatlar arasında keçirdi. Amma bütün bu fiziki çöküşə baxmayaraq, o hələ də rəngləri və fırçası ilə yaşamağa çalışırdı. Onurğasındakı problemlərə görə 9 ay xəstəxanada yatmalı oldu. Bir rəssam kimi ölkəsindəki ilk sərgisini isə bundan qısa müddət sonra keçirə bildi. O dövrdə yataq xəstəsi idi və yataqdan qalxmaması lazım idi. Frida ölkəsindəki ilk sərgisinin açılışını qaçırmaq istəmirdi. Yataqdan çıxa bilmədiyi üçün sərgiyə yatağı ilə aparıldı. 1954-cü ildə artıq ayağa qalxmaq belə çətinləşəndə onun dünyası yavaş-yavaş daralırdı. Amma içindəki sənət susmurdu. Elə həmin il Frida dünyasını dəyişdi və arxasında təkcə rəsmlər yox, sanki ağrının içindən çıxan bir həyatın izlərini qoydu. Frida Kahlo həyatının son dövründə çəkdiyi Viva la Vida, yaşasın həyat tablosunda belə bir görüntü var. Parlaq qarpız dilimləri, canlı qırmızı rənglər və həyatın bütün ağırlığına baxmayaraq içindən sızan bir sevinc hissi. O dünyadan köçəndə geridə bir rəssam yox, ölümün kölgəsində belə həyatı seçən bir ruh qaldı. Elə o tablodakı kimi yaşasın həyat.